Baxın, təsəvvür edin ki, möhtəşəm bir bina tikmək istəyirsiniz. Ən bahalı materialları, ən mahir ustaları yığırsınız, amma memarlıq planınız başdan ayağa səhvdir. O bina nə qədər dözəcək? Yəni, yəqin ki, çox yox. Düzdür, heç bir növrədən yuxarı qalxa bilməyəcək bəlkə də. Ay sağ ol. Bax, kinematografiya və serial sənayesi də məhz belədir. Biz çox vaxt ekrana baxıb deyirik ki, niyə bizdə belə keyfiyyətli layihələr çəkilmir? Amma günahı tamamilə səhv yerdə axtarırıq. Bugün biz bu mövzunu dərindən analiz edəcəyik. Yəni, xüsusən də Millazın yayımladığı aktrisa Kəmalə Piriyevanın mədəni şoudakı müsahibəsindən alınan bəzi sərt qeydlər əsasında. Bəli, o müsahibə həqiqətən pərdə arxası reallıqları çox yaxşı üzə çıxardı. Dəqiq. Məqsədimiz də aydındır, gəlin aydınlaşdıraq görək keyfiyyətli kadrların arxasında əslində hansı mexanizmlər dayanır və bizim yerli sənayenin irəli getməsinə nə mane olur. Deməli, məqalədəki əsas fikir budur ki, ortaya keyfiyyətli iş çıxması üçün ilk və ən vacib faktor həmişə güclü ssenari və obrazdır. Tamamilə razıyam. Burada ən heyran edici məqam bilirsiniz nədir? Kino sadəcə fərdi çıxış deyil, bu çox mürəkkəb bir komanda işidir. Ssenari zəifdirsə, aktyorun ustalığı və ya kameranın ən son model olması heç nəyə dəyişmir. Yəni, ssenarini bayaq dediyimiz o binanın memarlıq planına bənzətsək, aktyorlar və operatorlar da mühəndislər və ustalardır da, eləmi? Ay sal, tam olaraq elədir. Rejissor, operator, işıqçı, bunlar hamısı bir-biri ilə sinxron işləyən mürəkkəb bir maşının dişliləridir. Və hamısı ssenaristin cızdığı o xəritə ilə hərəkət edir. Plan zəifdirsə, ən bacarıqlı ustalar belə o binanı xilas edə bilməz. Düzdür. Bir detal axsayanda bütün proses zədələnir. Əla. Deməli, ən yaxşı usta belə sadəcə batan gəmini bəzəyir, necə deyərlər? Yaxşı, əgər bizə belə güclü komanda lazımdırsa, bəs bizdə bu varmı? Ən maraqlısı da elə burasıdır. Çünki Kəmalə xanım müsahibədə deyir ki, türk seriallarına qısqanclıq yox, məhz həsəd aparır. Yəni, bütün bunlar nə deməkdir? Bunu daha geniş mənzərə ilə əlaqələndirsək, mənbəyə əsasən problem heç də istedadsızlıq deyil. Azərbaycanda kifayət qədər istedadlı aktyorlar var. Yəni, fərqli vizyona malik rejissorlar, rəssamlar, texniki heyət var. Bir dəqiqə, yəni, insan resursumuz tam yerindədir deyirsiniz, istedadımız çatmır, söhbəti yalandır. Bəli, o hekayələri canlandıracaq xammal mütləq şəkildə mövcuddur, istedad qıtlığı qətiyyən yoxdur. Onda bu məni biraz çaşdırır axı. Əgər istedadımız və komandamız varsa, bəs niyə o həsəd apardığımız türk serialları kimi layihələr bizdə yoxdur? Səbəb nədir? Bax, bu artıq bizi əsas məsələyə gətirib çıxarır. Məqalədə xüsusi vurğulandığı kimi, ən böyük maneə maliyyə və dəstəkdir. Aha, yenə gəldik pul məsələsinə. Bəli, pul. Bu çox vacib bir sual yaradır. Məsələ yalnız sənət deyil, ümumiyyətlə dəstək və maliyyə strukturu məsələsidir. Amma mən burada biraz fərqli düşünürəm. Yəni, sizə meydan oxuyum biraz. Sənətin inkişafı üçün təkcə pul kifayətdirmi? Məgər böyük büdcə avtomatik olaraq yaxşı ssenari deməkdir? Yəni, bayaq danışdığımız o təməl sadəcə pul səpməklə yaranır, yoxsa maliyyə sadəcə istedadların öz işlərinə tam köklənməsi üçündür? Çox yerində sualdır. Yox, əlbəttə ki, pul istedadı yoxdan var etmiş, amma pul ən vacib detalı alır, yəni zamanı. Təsəvvür edin, bir senarist sırf aylıq kirayəsini ödəmək üçün eyni vaxtda 2 fərqli layihəyə gündə 30 səhifə mətin yazmağa məcburdur. Aha, yəni o hekayəni yenidən oxumağa, xarakterləri dərinləşdirməyə heç vaxtı qalmır. Ay sağ ol, yaxud aktyoru düşünün, dolanmaq üçün eyni gündə 3 fərqli, ucuz büdcəli çəkiliş meydançasına qaçırsa, obraza necə tam girə bilər? Hə, bu birbaşa yaradıcı insanın enerjisini sormaq deməkdir də. Yəni, maliyyə o istedadlı ssenarist də imkan verir ki, 6 ay başqa heç bir işlə məşğul olmadan yalnız bir hekayənin üzərində işləsin, gündəlik qayğıları düşünməsin. Tamamilə elədir. Kino sənaye olaraq çox böyük resurs tələb edir. Sənətçi sabah kommunalı necə ödəyəcəm dərdindən xilas olanda, bax, yalnız o zaman bütün diqqətini detallara yönəldə bilir. Türk seriallarındakı o axıcılıq da buradan gəlir yəqin. Dəqiq. O axıcılığın arxasında məhz arxain və rahat mühitdə çalışan komandalar dayanır. Bizim yerli sənayemizin əsas əngəli mütəxəssis yoxluğu deyil. Yəni, bu dəstək sisteminin formalaşmamasıdır. Mənzərə indi tam aydınlaşır. Deməli, siz, yəni bizi dinləyənlər olaraq, növbəti dəfə yüksək büdcəli xarici seriallara baxanda, xatırlayın ki, yerli yaradıcıların geridə qalmasının əsas səbəbi istedad yox, məhz maliyyə çatışmazlığıdır. Bəli,
İnkişaf üçün o şərait, o infrastruktur mütləq şəkildə şərtdir. Amma sonda mən istəyirəm ki, məsələyə tamamilə başqa bir bucaqdan da baxaq. Əgər sabah yerli kinematografiyaya limitsiz maliyyə ayrılsa, sizcə tamaşaçılarımız dərhal bu yeni hekayələrimizi alqışlayıb qəbul edəcək? Yəni, çox maraqlı yanaşmadır. Doğrudan da pul hər şeyi həll edirmi? Baxın, bəlkə də illərlə formalaşmış xarici seriallara baxış vərdişini qırmaq üçün sadəcə puldan daha çox şey, yəni bəlkə də zaman lazımdır. O qırılmaz stereotipləri məhv etmək üçün böyük səbir lazımdır bəlkə. Bunun üzərində düşünmək isə artıq sizlikdir. Təşəkkürlər.